Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve lanetullahi ala a'daihim ecma'in minel an ila kıyam yevmiddin. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefkahu kavli. Bir daha qarşıdan gələn Aşura müsibəti münasibətilə hamınıza dərin hüzünlə başsağlıq verirəm. Allah Teala bizi Əhl-i Beyt yolunda, Quran yolunda sabit qədəm eyləsin. Keçən gecə biz qeyd etdik ki, İnsan Əhl-i Beytin həqqi davamçısı Kərbəla məktəbinin tələbələri, şagirdləri gərək təkcə özlərini yox, digərlərinin də xoşbəxtliyini istəsinlər. İmam Hüseyin ağa canından, qanından, hər şeyindən keçdi ki, digərlərini xoşbəxt eyləsin. Başqa insanları cənnətə aparsın. Həm dünyalarını, həm də axirətlərini təmin eyləsin. Biz özümüzü İmam Hüseyin ağanın məktəbinin layiqli tələbəsi kimi özümüzü göstərməyimiz, o iddiada olmağımız bu böyük fəzilətdir. Amma əgər biz elə deyiliksə, o cür düşünmürüksə, təkcə özümüzü düşünürüksə, onda biz hələ o məktəbi özümüzə nümunə götürə bilməmişik. İmam Hüseyin ağa canından, qanından keçdi ki, insanlara çıraq yandırsın, mayak olsun, hədəfi göstərsin, insanları zülmətdən çıxartsın. Qeyd etdik ki, İmam Hüseynin Kərbəlası bizə təkcə özünü düşünməyi yox, dostları da düşünməyi tövsiyə edir. Qohumu, əqrabanı, tanışları düşünməyi bizə təkid edir. Özünü düşünən insanlar, təkcə öz maraqlarını güdən müsəlmanlar əslində Allahın yolunda deyirlər, Kərbəla yolunda deyirlər. Necə edək ki, biz insanları sevək? Bəşərin bugünkü əsas problemlərindən biri, bəlkə də başlıca problem budur ki, insanlar gündən günə bir-birləri ilə yad olurlar. Bir-birlərinə qarşı nifrətlə yanaşırlar. Bu nifrət toxumları necə əkilir? Bu nifrətlərin mənbəyi nədir? Niyə insanlar bugün bir-birlərinə qarşı bu qədər qəddardılar, bu qədər sərtdilər? Nə olub bu insanlara? Bunun səbəbi var. Görürsünüz də, necə insan insanı qırır. İstər böyük miqyasda bu məsələyə baxın, istər kiçik dairələrdə. Cəmiyyətin öz arasında hara gedirsən görürsən ki, bu problem xüsusilə bizim aramızda çoxdur. Nədir bu? Əvvəl belə deyildi. Niyə insanların bir-birindən acığı gəlir? Niyə istəyir xırda bir problemə görə hətta onun həyatına qəsd eləyə? Onun abrını aparır, onun ayağının altını qazır. Bir problem yaratsın ona. Niyə bu qədər nifrət var cəmiyyətin arasında bir-birinə? Bir-birlərinə qarşı insanlar bu qədər nifrəti var. Mən demirəm, bütün insanlar belədir. Amma keçmişə nisbətdə biz görürük ki, insanlar bir-birlərinə qarşı biganə olublar.
Amma dinimiz, Qur'anımız, Kərbəlamız bizi bir-birimizi sevməyə çağırır. Bəzən deyirlər, insanlar bir-birinə qarşı dözümlü olmalıdırlar. Yəni, dözməlisən qarşı tərəfi. Bu, İslamın sözü deyil. Dözümlü nədir? Orada dözərsən ki, sənin acığın gəlir qarşı tərəfdən. Sənin düşmənindir. Sənin ondan zəhlən gedir. Quran deyir, bir-birinizi sevin. Allahın bəndələrisiz. Dözmək nədir? Necə edək? Biz bir-birimizi sevək. Quran deyir ki, وَالَّذ۪ينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلّٰهِ Möminlər Allahı daha çox sevərlər. Allah deyir, وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِّنْ رَبِّكُمْ Qardaşımız da ayəni oxudu. Bağışlanmağa sarı tələsin. Rəbbiniz tərəfindən bağışlanmaq üçün tələsin. Və cənnətin ardu as-səmavatu vəl-ardu uiddət lil-muttaqin. Genişliyi göylər və yerlər qədər olan cənnətə sarı tələsin. Təqvalılar üçün o cənnət hazırlanmışdır. Allahı sevən insan onun bəndələrini də sevməlidir. Niyə? Çünki bu bəndələr Allahın əsəridir. Təkcə insanları yox, təbiəti də sevməlidir. Mövcudata qarşı ilahi baxışı olmalıdır. Qardaşım, bu kainatı, bu mövcudatı kim yaradı? Bu insanı kim xəlq edib? Allah xəlq edib. Sən əgər Allaha iman gətirmiş olsan, Allahın bəndələrini də sevərsən. Çünki bunlar Allahın əsəridir. Sən bir alimə deyəsən ki, mənim sənə eşkim var, məhəbbətim var. Sonra onun kitabını gözünün qabağında cırasın. Onun kitabını hörmətsizlik eləyəsən. Məsələn deyir. Deyər, bu nə eşqdir? Bu nə məhəbbətdir? Sən deyirsən, mən səni çox istəyirəm, amma yazdığım kitabı hörmətsizlik eləyirsən. Hətta onu oxumasan belə o alim, o müəllif özünə bunu təhqir bilər. Nətər sən məni sevirsən ki, sən nətər məni tanımaq istəyirsən ki, sən mənim yazdıqlarımı oxumursan. İnsan Allahın şah əsəridir. Allahın yaratdığı bu varlıqlar içində Allahın şah əsəri bu insandır. Fərq etmir o hansı dindədir, hansı məzhəbdədir, hansı əqidədədir. Selamun aleyküm və rəhmətullah. Ləalləkə bəxiun nəfsəkə əllə yəkunu müminin. Baxın, Allah Peyğəmbərimizə nə deyir? Ləalləkə bəxiun nəfsəkə əllə yəkunu müminin. Onlar mömin olmurlar, sən özünü həlak edəcəksən. Onlar mömin olmadıqları üçün sən özünü məhv edəcəksən. Peyğəmbərin qeyri-möminlərə qarşı olan məhəbbətidir bu. Yəni bir insan ki, Peyğəmbərə qarşıdır, onu qəbul etmir, Peyğəmbər üzülür. Özdə o dərəcədə üzülür ki, Allah ona deyir ki, sən özü həlak eləyərsən. Görübsünüz bir ata, görəndə ki, övladı pis yoldadır, bədbəxt olur, necə üzülür? Necə dərd çəkir? Necə gecə-gündüz qəm-qüssə içində olur? Niyə? Çünki övladıdır, çünki onu sevir. Ənə və Aliyyun əbəvə hadihil ümmə. Peyğəmbərimiz buyurdu, mən və Ali bu ümmətin atasıyım. Ona görə də bu ümmətin övladları üçün o elə üzülür. Niyə insanları bu qədər istəyir Peyğəmbərimiz?
Hətta o dərəcədə ki, Allah ona deyir ki, sən özünü həlak eləyirsən. Görübsünüz, ata olub, məsələn, uşağı dünyasını dəyişib, ya pis yoldadır, pis yola düşüb, necə üzülür, başı ağarır, qohum, əqraba, yaxın, əzizlər ona təsəlli verir, özünü çox da üzməginə, çox da fikir eləmə, Allah kərimdir, ona təsəlli verir. Belə valideynləri biz görmüşük, var. Niyə? Çünki övladını istəyir. Peyğəmbər niyə ümmət üçün yanırdı? İnsanlar üçün yanırdı. Tək ümmət üçün yox, bütün insanlara. Hərisun aleykum. O bütün insanlara həris idi. Bil müminə raufun rahim. Möminlərə isə bir xüsusi məhəbbəti var idi. Niyə? Çünki o Allaha iman gətirmişdi. Allahı sevən insan onun əsərlərini də sevər. Sən biri ilə dostsan, evinə gedib gəlirsən, ya tanışsan, münasibətin var, mümkün deyil. Ona deyəsən ki, mənim sənə böyük simpatiyam var, sən mənim qəlbimin dərinliyindəsən, amma uşaqlığa mən xoşum gəlmir. Bəli, uşağın pis əməli olsa, deyə bilərsən, amma uşağın heç bir əməli yoxdur da ortada. Elə uşaqdır da, sən atasını sevirsən, amma balasına nifrət edirsən. O deyər, nə tər sevgidir bu mənə? Sən, mənim oğlum, övladımdır, qızımdır. Bu cür ümmət var, bu cür müsəlmanlar var. Güya Peyğəmbərə bunlar məhəbbət bəsləyirlər. Amma Peyğəmbərin soyunu, nəslini qırıblar. O deyir, Allah ondan razı olsun. Bu nədər məhəbbətdir? Bunu başa düşmək olmur. Çünki məhəbbət yoxdur. Allahı sevən insan onun yaratdıqlarını da sevər. Hətta bizim dinimizdə var, təbiətə münasibətdə diqqətli olun. İnsan təbiəti sevməlidir. Yaratdığı da Allahın. Heyvanları. Həddində də. Bir gün Sədi Şirazi bir yerdən keçirdi, gördü, biri saxsı düzəldir. Sədi Şirazinin şeirlərini oxuyur. Şeirlərini oxuya, saxsı düzəldir. Amma Sədi Şirazinin bu şeirlərini tərsi oxuyur. O qafiyələrini pozur. Sədi Şirazi də gəldi, çıxdı saxsılarının üstünə. Bu başladı hara, həşir çəkdi, qışqırdı. Bəs sən niyə belə eləyirsən? Mən zəhmət çəkmişəm, bu qədər əziyyət çəkmişəm. Bu saxsıları niyə əzirsən? Dedi, keffə dəyir, sənə toxunur. Mən də o şeirləri yazmışam, sən onları niyə əzirsən? Niyə o qafiyələrini pozursan? O da mənim əsərimdir. Bağa kəsən, göyərti məsələn. Biri gəlib çıxır üstünə. O başa gedib, başa gedib. Nə qədər sənə toxunar. Bu insanlar, bu məxluqat Allahın əsərləridir. Allahın yaratdıqlarıdır. Əgər sən insan öldürürsənsə, insan qəlbinə toxunursansa, sən Allaha toxunursan. O Allahın yaratdığıdır. Bugün bu qədər insanlar öldürürlər. Bunlar Allahla müharibəyə çıxıblar. O ki, qaldı Peyğəmbər soyunu, nəslini sən qətlə yetirəsən. Allaha sevgisi olan insanın onun yarattıqlarına da sevgisi olar. Kimin Allaha sidq qəlblə məhəbbəti varsa, o insanlara ayrı cür baxır. Onun ki, Peyğəmbər üzülürdü. Əli əleyhissalam dedi İbn-i Mülcəm haqqında. Dedi, bir zərbə vurub, siz də bir zərbə vurun. Qısas etmək istəyirdilər. Sonra deyirlər ki, əgər Əli əleyhissalam diri qalsaydı, ola bilsin İbn-i Mülcəmi də bağışlayardı. Baxın, nə qədər geniş ürəyi var. Salavat çəkilir Peyğəmbər və Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed
Ayəni oxudum Al-İmran surəsində. Allah Teala deyir, biz cənnəti təqvalılar üçün hazırlamışıq. Təqvalılar kimdir? Əl-ləzīnə yunfiqūnə fis-sərrâi vəl-dərrâ. Təqvalılar kimdir? Təqvalı insan, yəni Allahı qəbul edən insan, Allahı sevən insan, haramlardan çəkinib Allahın buyurduqlarına, vaciblərinə əməl edən insan. Bu onun ümumi tərifidir. Amma bu ayədə Allah Teala bir xüsusiyyətlərə qədər deyir. Kimdir təqvalı insan? Allah Quranda dedi: "İnne əkramakum indallahi atqakum." Sizin içərinizdə ən üstünüz, ən təqvalınızdır. Bu nə bilim, ağdır, qaradır, kətçidir, kərridir, varlıdır, kasıbdır. Bunlar hamısı buyuruqlar. Ən üstünüz, ən təqvalınızdır. Kimdir təqvalı? Ayədə Allah Teala deyir: "Əl-ləzīnə yunfiqūnə fis-sərrâ vəl-dərrâ." Onlar imkanlı olanda da, kasıb olanda da insanlara əl tutarlar. Bugün imkanın var, əl tutursan. Sabah ola bilsin, imkanın azalsın. Maddi imkanın azalıb. Deməməlisən, imkanım azdır, mən əl tutmayayım. Deməli, sən bu əmrdən qırağa çıxıbsan. Bu ayə sənə şamil deyil. Allah deyir ki, təqvalı insan, o insandır ki, Allahı sevən insan, o insandır ki, o bütün hallarda digərlərini düşünür. Söhbət kiməsə pul verməkdən təkcə getmir. İnfaq etmək, bəli, insanlara maddi yardım etməkdən ibarətdir. Allah demək istəmir ki, biri verirsə, deməli, hər şey həll edir. Bu birinci məsələdir. Və ümdə məsələ budur ki, sən elə düşünürsən ki, kiməsə nəyisə kömək etdin, onun problemini həll etdin. Allah birinci sənin öz problemini həll etmək istəyir. Xuz min əmvalihim sadaqatan tutahhirhum. Allah Quranda deyir Peyğəmbərə və tuzakkihim biha. Onlardan xums al, sədaqə al, onların özünü təmizlə. Sən özün təmizlənirsən. O insanlar ki, verə bilmirlər, paylaya bilmirlər, bölüşə bilmirlər, o insanlar xəstə insanlardır. Aleykəssalam və rəhmətullah. O insanlar xəstə insanlardır. Allahı sevən insan axı Allahın bəndələrini sevir. Sən nətər bəndələri sevirsən ki, özün yiyirsən, öz imkanın var, sənə Allah verib, digərlərinə vermirsən. Başqalarına kömək etmirsən. Bu ola bilməz. Sən Allahı sevmirsən. Çünki Allahı sevsən, onun bəndələrini sevərsən. Bəndələrini də sevsən, onlara kömək eləyərsən. Onların ağır günündə onlara dayaq olarsan. Bağlıdır bunlar bir-birinə. Bizim dinimiz, baxın bu ayədə, təqvalı insanı necə tanıtdırır? Deyir, onlar digərlərinə əl tutarlar. Bu insan deyir, Allahı qəbul edir, Allahı sevir. Yəni Allahın bəndələrini sevərlər. Özü təkcə imkanlı olanda yox, həm də imkansız olanda da nəyi verə bilərsə, nəyə gücü çatarsa, onu eləyər. Və Allah deyir ki, onun problemi həll olmamışdan öncə sən birinci öz problemini həll edirsən. Sən qayıdırsan özüvə, paylaşa bilirsən. Deməli, sən insansan. Deməli, sənin ürəyin yanır. Deməli, sən narahatsan. Ölünün ayağına götür, iynəni yox, mismarı batır ikən. Reaksiya verər? Yox. Ölüb də. Amma sən diri olan bir insanın ayağına iynənin ucunu yaxınlaşdırsın, o kəskin bir reaksiya verər. Niyə? Çünki diridir. Əgər sən qıraqdan o batırılan iynələri hiss etmirsənsə, ölübsən. Sənə qıraqdan bu qədər problem iynələri və mismarları batırılır. Görmüsən bu qədər problem var. Niyə bəs göz yumursan?
Niyə sən hərəkətə keçmirsən? Niyə dayaq olmaq istəmirsən? Ona görə ki, ölüb ruh, ölüb. Hissləri itiribsən. Mən söhbətin əvvəlində qeyd etdim, niyə insanlar bir-birindən nifrət eləyir, niyə bəzi insanlar bir-birlərinin qanını içməyə hazırdır? Çünki səhradakı ilanlar zəhərli olurlar. Bir insanın ki, qəlb səhrasına gün saçmayıb, yağış yağmayıb, o qəlb çox təhlükəli bir qəlbdir. Özündə səhra ilanları ona görə zəhərli olur ki, su yoxdur. Onlar zəhərli olurlar. Bir insanın qəlbinə ki, mərifət suyu yağmayıb və Allahın rəhmət yağışı dəyməyib, o qəlb artıq səhraya çevrilir. Zəhərlə dolu. İstəyir birini incitməklə özünü rahat eləsin. Başqalarının inkişafını görmək istəmir. Başqalarının səhvini bağışlamaq istəmir. Başqalarının səhvini qəlbində saxlayıb onu uran kimi zənginləşdirir. Deyir, ay insan, özünü xilas elə, kömək elə başqasına, qoy sən rahat olasın. İnsan başqasının müşkülünü həll eləyəndə sağlam insan. Rahat olur. Özünü rahat hiss edir. Ümumiyyətlə, Quranda yaxşı iş görməyə birr deyilir. Bir bərr sözündəndir, səhra mənasındadır. Genişlənir qəlbi. Genişlənir, yəni rahat hiss edir özünü. Ona görə Allah buyurur ki, Allahı sevən insanların birinci əlaməti budur. Yunfiquna fis-sarra vel-darra. Baxmaz, onun pulu çoxdur, azdır, kömək edir bütün hallarda. Əli uzun deyil, heç çalışar başqasının müşkülünü həll eləsin. Bu, o sevgidən irəli gəlir. Əslində, Allaha olan sevgidən irəli gəlir. Sağlam insanın əlamətidir bu. Vəl-kəziminəl-ğayz. Qəzəblərini boğarlar. Əgər sən qəzəbi boğa bilirsənsə, deməli sən normal insansan. Bəzən insanları adam eşidir, görür, deyirsən ki, onların danışığı bundan ibarətdir ki, onunla danışan insanlar, onun qarşılaşdığı, rastlaşdığı insanlar şərti bütün insanlar ağıllı olmalıdır. Səbirli olmalıdır. Əks halda bu özünü pis aparacaq. Bu da ağılsız aparacaq özünü, səbirsiz aparacaq. Gərək səbirli insan ondan otura, gərək ağıllı insan otura. Sən insanlara səbirsiz də bax. Ola bilər bir insanın bir problemi var, narahatdır. Sənə qarşı bir kobudluq elədi. Səndən biraz sərt danışdı. Ya məsələn, sənin gözlədiyini sənə vermədi. Ya o gözlədiyin rəftarı özündən nümayiş etdirmədi. Sən səbirli ol. Bu şərti səbirlidir. O ağıllı olsa, mən də ağıllı olaram. O dəli olsa, mən ondan dəli olaram. Özünə fəxr də bilirlər. Yox. Salavat zikirləri Peyğəmbər vardı, Peyğəmbər. Gərək insan öz qəzəbini boğmaq iqtidarında ola. Ola bilsin səni əsəbləşdirərlər. Ola bilsin səni qıcıqlandırarlar. Ola bilsin kimsə istəmədən sənə təsir eləyə. Allahı sevən insan Allaha xatir onu bağışlayar. Qəzəbini boğar. Fərz edin, gedib siz dostunuzun evinə. Dostundur, qardaşındır. Amma övladı nəsə o məclisdə şuluqluq eləyir. Nəsə sənə bir kobudluq elədi. Səni qəzəbləndirdi. Sən orada durub uşağı vuracaqsan, yoxsa atasına görə ona hörmət eləyəcəksən, qəzəbi boğacaqsan. Var, bəli, bəsləri var, baxmaz. Çünki dostluğu möhkəm deyil.
Amma mərifətli, qanacaqlı insan deyər ki, bu mənim dostumun uşağıdır, keçər. Qardaşım, əgər Allahla dostsansa, bunlar Allahın məxluqudur. Yaratdıqlarıdır. Sən onu aldatdın, Allahı aldatdın. Onun pisliyini istəyirsən, Allahın elə pisliyini istəyirsən. Ümumiyyətlə, səndə iman yoxdur. Sən Allahı aldatmaq istəyirsən. Çünki Allah deyir, Peyğəmbərinin vasitəsilə, Peyğəmbər deyir, hər kəs başqasına quyuqa sözü düşər. Allah deyir, və la yahiqu el-məkru seyyu illə bi əhli. Hilə öz əhlinə qaydar. Hilə əhli o hiləyə düşəcəkdir. Sənsə quyu qazırsan. Bunlar Allaha olan mərifətsizlikdən və məhəbbətsizlikdən qaynaqlanır. Allaha məhəbbəti olan insanın birinci xüsusiyyəti budur ki, o əl tutar insanlara. Yunfiquna fis-sarra vəz-zarra vəl-kaziminəl-ğayz. Qəzəbini boğar. Sonra deyir vəl-afina anin-nas. Təkcə boğmaq yox, hətta əff eləyər. Özdə demirəm möminləri, müsəlmanları. Anin-nas, insanlardan. Ümumiyyətlə Allahı dərk eləyər insan biraz yuxarı baxar. Görməyəcək. Elədi də mən Allaha xatir keçdim. Ona başa salaram, deyərəm, eləmə. Düzdür, son anda var. Quran deyir, cəza-u səyyiətin səyyiətun misluha. Pisliyin cavabı bəzən pislikdir. O son həddədir. Sonuncu addımdır. Görsən düzəlmir. Amma mömin, müsəlman, Allahı sevən insan bu məsələləri mikroskop altında qoyub böyük göstərməz. Bir söz dedi, ürəyini almaz, bir hərəkət də elədi. Vəl-afinə anin-nas. İnsanları bağışlayar, əff eləyər. Yəni, bu hissədən öncə Allah Taala deyirdi, qəzəbini boğar, sonra deyir, yox, təkcə qəzəbini boğmaz. Hətta bağışlayar, deyər, biz həft elədi. Sonra vallahu yuhibbul muhsinin. Baxın, Allah nə deyir? Vallahu yuhibbul muhsinin. Allah ehsan edənləri sevir. Ehsandır bu, deyir. Öz haqqından keçdin sən. Biz ehsan təkcə bu ayənin birinci hissəsini götürürük, ehsandır. Ehsandır, deyir. Əgər sən bir insanı bağışlaya bilirsənsə, aleykəssalam və rəhmətullah. Bir insanı bağışlaya bilirsənsə, sən normal insansan. Sən Allaha iman gətiribsən. Sən Allahı sevirsən. Əgər Allaha görə bunu bağışlayırsansa, başqa şeylərə görə yox. Bu birinci önəmli məsələdir. Əgər insan Allahı sevirsə, onun bəndələrini də sevər. İkinci bir ayəni deyim mən sizə. İnsanları sevməyin əlamətlərindən biri də budur ki, Allah ona rəhmətini şamil eləyib. Birinci ayədə oxudum ki, Allaha iman olan insanın Allahın bəndələrinə də sevgisi olar. Allahın bəndələrinə sevgin varsa, insanların xoşbəxtliyini istənsə, demək sənin Allaha olan imanın safdır. Allahın da sənə bir rəhməti olacaq. Allah Peyğəmbərimizə deyir, فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ. Sənin insanlarla mehriban davranmağının səbəbi Allahın rəhmətidir. Bu artıq mükafatdır. وَلَوْ كُنْتَ فَضَّنْ غَلِيظَ الْقَلْبِ لَنْفَضُّ مِنْ حَوْلِكَ. Əgər sən kobud olsaydın, ətrafından qaçardılar. Kobudsan ya yox, ətrafından qaçırlar ya yox, maqnit kimisən, yoxsa gizitikan kimi. Bəziləri gizitikan kimidir. Maqnitin əks tərəfidir. Maqnitin bir tərəfi var, cəzb eləyir, bir tərəfi var, dəf eləyir. Hər ikisi insanda var. Əgər insan o peyka antenasını istiqamətinə qoymasa, başqa şeylər göstərəcək o kanal. Amma istiqamətinə qoysa, o peyk antenasını, qəlbini Allaha sarı qoysa, o kanallar göstərəcək. Sənin kanalların göstərəcək.
Aleykümselam və rəhmətullah. Yox, əgər sən qəlbində ayrı-ayrı şeylər görürsənsə, Allahın səsini eşitmirsənsə, sənin peykantı ilə ayrı səmtədir. Kobudsan, deməli sənə Allah rəhmətini nazil etməyib. Dəf eləyirsən, qovursan insanları. Yanında oturmaq istəmirlər. Görürsən, bəzi insanlar var, adam yanında oturur, başladı qeybətə. Başlayır yalana. Başlayır böhtana gedir. Mənasız sözlər danışır. Görürsən, yorur səni. Yavaş-yavaş uzaqlaşırsan ondan. Axı, isti olanda adam kölgəyə qaçır da. Bütün insanlar fitrətən belədir. Daxilən sıxıntıda olanda, çətinlikdə olanda kölgəyə qaçmaq istəyir. Bir insanın kölgəsində otursun, onunla danışsın, o ruhu sakitləşsin. Onun ruhu sakitləşsin. İnsan mənəvi insanlarla oturub danışanda həqiqətən ruhən sakitləşir, aramlaşır. Amma görürsən, bəzən insanlar var, oturursan, onlar dinləyirsən, görürsən ki, səni yorur, yüklüyür səni. Elə söhbətlər eləyirsən, onları eşitmək istəmirsən. Çünki kimisə abrını aparır, kimisə dalıca danışır, lazımsız söz deyir. Sən də reaksiya verməlisən, ya da durub getməlisən. Məcbur olursan, uzaqlaşasan. Səni yüklüyür, sənə enerji vermir, səndən enerji alır. Ya məyusluğu təlqin edir, ya öz problemlərini yüklüyür sənə. Dəf edir səni. Dünyada görürsünüz, ümidsiz insanlar var. Allaha imanı olan insan heç bir halda ümidsiz olmaz. Heç bir halda. Ümidsiz ki olubsan, bu Allaha olan imansızlığın nəticəsidir. Allaha imanı olan insan insanları sevər. Allaha imanı olan insan insanları ətrafına yığar, maqnit kimi. Dilinə yığmaq olmaz. Gücünə yığmaq olmaz. Gərək sən özünü düzələsən. O səndən onu hiss eləyə sənin ətrafında qalar. Allah Quranda deyir Peyğəmbərimizə 159-cu ayədir Ali-İmran surəsində. فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ Sənin insanlarla mehriban davranmağın səbəbi Allahın rəhmətidir. Allahın rəhməti sənə şamil olub. وَلَوْ كُنْتَ فَضَّنْ غَلِيظَ الْقَلْبِ لَنْفَضُّ مِنْ حَوْلِكَ Əgər sən kobud olsaydın, ətrafından qaçardılar. Deməli, bizim ətrafımızdan qaçırlar ha insanlar. Allah insanı fitrətən belə yaradıb. O qaçmalarına səbəb sənin hərəkətlərindir, davranışlarındır, danışıqlarındır. Bəli, elə insanlar var, onlar bizim ətrafımızdan getməlidir. Sən düz ol günün, o ayrılar gedəcək. Amma sən elə olma ki, doğrular da, oğrular da qaçsın səndən. Qoy oğrular qaçsın səndən. Kərbala məktəbində biz bunu öyrənirik. Kərbala məktəbində bizə imam insanı tərif edir, insana sevgini, mənanı tərif edir. Allah olan eşqi mənalandırır. Allaha olan eşqin nəticəsi insanlara olan sevgidir. Hardan? Əgər imamın insanlara sevgisi olmasaydı, özünü, əzizlərini insanların xilası üçün fəda etməzdi. Sənin imamın hər şeyini verdi ki, insanları xilas eyləsin. Sən isə insanları verib təkcə öz dünyanı təmin etmək istəyirsənsə, sən nətər İmam Hüseynin yolda ola bilərsən, o xəttdə ola bilərsən. Və bir insan insanları cəlb edirsə, İslama, dinə, dəyərlərə, haqqa, ədalətə sarı gətirirsə, o insan Allahın rəhmətinə çatmışdır, Allahın rəhməti ona şamil olmuşdur. Bu, ikinci önəmli bir məsələdir. Əgər biz insanları dinə, dəyərlərə cəlb ediriksə, insanları
haqqa sarı gətiririksə, İmam Sadiq ağa buyurdu sahabələrindən birinə, yaxşıdır səndən baş versə daha yaxşıdır. Çünki bizə mənsubsan. Pisdir səndən baş versə daha pisdir. Çünki bizə mənsubsan. Əgər dinə mənsubsansa, Allaha mənsubsansa, səni dindar bilirlərsə, namaz qılan hacı bilirlərsə, sənin bir pisin onların nəzərində 100 pisə bərabərdir. Bir yaxşı işində onların nəzərində 10 yaxşı işə bərabərdir. Deməli, sənin məsuliyyətin var. Xüsusilə möminin, müsəlmanın. Ona görə Allah buyurur ki, Peyğəmbərim, sənin bu cazibəvin dairəsinin geniş olmasının səbəbi budur ki, sən Allahın rəhmətinə yetişibsən. Allah sənə rəhmət eləyib, mərhəmət göstərib. Allahın əli üzərindədir. Kim Allahın yolundadırsa, o insanlarda Allaha qarşı sevgi, məhəbbət yaradar. İnsanlarda bir-birinə qarşı sevgi yaradar, nifrət yaratmaz. İnsanlar arasında nifaq salmaz. İnsanları qarşı-qarşıya qoymaz. İnsanların arasında olan ixtilafları aradan qaldırar. Allah Quranda buyurur, İnnəməl mu'minuna ixva fəsləhu beynə xavaykum. Təkcə möminlər qardaşdılar. Sən qardaşsan, fəsləhu beynə xavaykum. Qardaşlar arasında islah yarat ki. Allah deyir, mömin qardaşdır, möminlər qardaşdır. Qardaş arasında islah yaradar. Ben niyə sən nifaq yaradırsan? Ona görə ki, sənin imanında problem var. Sənin Allaha olan məhəbbətində problem var. Allaha sevgisi olan insan heç vaxt digərlərinin arasını vurmaz. Söz aparıb söz gətirməz. İxtilaf salmaz. Nifaq yaratmaz və xüsusilə insanlarda bir-birinə qarşı nifrət yaratmaz. Bu çox ciddi bir məsələdir. Mən görürəm, bugün vaxtımız az qalıb. İnşallah sabah bu barədə danışacağım. Nifrətin mənbəyi nədir? Eşqin, sevginin mənbəyini dedim. Allaha olan imandır. Nifrətlərin mənbəyi nədir? Təbii olaraq Allaha olan imansızlıqdır. Amma o imansızlıq özünü harda göstərir bu barədə? Sabah inşallah geniş və ətraflı danışacağam. İmam Hüseyin ağa Kərbalada canından, qanından, övladlarından keçdi. Ona görə ki, Allaha onun imanı var idi. Fəda elədi əzizlərini ki, insanlar xilas olsun. Təkcə o əsrin, o dövrün, o ərazinin insanları üçün yox. Bütün bəşəriyyət üçün. Fədakarlıq göstərdi ki, insanlar azad olsunlar. Qardaş, açıq-aşkar deyir ki, bugün dünyanın o zalimları gəlin bizə təslim olun. Açıq deyir, bizə təslim olmalısınız. Nə deməkdir? Bizim qulumuz olmalısınız. Səni nətər qul eləyir? Bu banklarla qul eləyir. Mədəniyyəti ilə qul eləyir. Müxtəlif yollarla xəbərin yoxdur ki. Bu proses indi başlamayıb. Bu proses elə əvvəldən başlayıb. Bugün də davam edir. İmam Hüseyin ağa elə bir məktəb qoydu ki, biz bugün o məktəbin davamçılarıyıq. Bizə deyir ki, siz bu zülmün qabağında dirəniş gətirməlisiniz, durmalısınız. Əvvəla özünüzü islah etməlisiniz və sonra da insanların xilası üçün, insanların azadlığı üçün çalışmalısınız, insanlara dəstək olmalısınız. Bunun da kökü Allaha olan imandan irəli gəlir. Amma nifrət mənbələri var. Nifrət yaradırlar insanlarda bir-birinə qarşı ki, rahat onları idarə edə bilsinlər. O nifrət mənbələri barəsində inşallah sabah geniş və ətraflı danışıram. Allahım sənə and verəm, izzəti və cəlal, əhl-i beytin hörmətini. Aqibətimizi, axirətimizi xeyirli eylə yine. İmanımızı, ixlasımızı kamil eylə yine. Allahım xəstələrə, xüsusilə nəzərdə olan xəstələrə şəfa inayət eylə yine. Allahım məclisə gələn qardaşlarımızı, bacılarımızı, analarımızı Pənahında hifz eylə yine. Qəlblərində hacətləri var, istəkləri vardır. Hacətlərini rəva eylə yine. Övladı olmayanlara övlad bəxş eylə yine. Xəstələrinə şəfa inayət eylə yine. Evi olmayanlara ev əta eylə yine. Allahım əsgərlikdə olan övladları sağ-salamat ailələrinə qovuşdur yine. Allahım sənə and verəm izzəti və cəlalı əhl-i beytin hörmətinə. Çətinliklə olan qardaşlarımızı, həbsdə olan qardaşlarımızı tezliklə azad eylə yine. Allahım sənə and verəm izzəti və cəlalı və əhl-i beytin hörmətinə. Bütün məzlumları,
dünya məzlumlarını, xüsusilə Fələstin məzlumlarını teyrizli ilə azad eylə yine. Allahım sənə and verirəm izzət və cəlal və əhl-i beytin hörmətinə. Bütün şəhidləri, bizim şəhidlərimizi, Kərbəla şəhidləri ilə məhşur eylə yine. Allahım sənə and verirəm izzət və cəlal və əhl-i beytin hörmətinə. Aqibətimizi, axirətimizi xeyirli eylə yine. Allahım sənə and verirəm izzət və cəlal və əhl-i beytin hörmətinə, alimlərimizi, xüsusi rəhbərimizi pənahında hifz eylə yine. Allahım sənə and verirəm izzət və cəlal və əhl-i beytin hörmətinə, ağanın zuhurunu təcil eylə yine. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.